Bəzi, indi bu məqamda qeyd edeyim, bəzi adamlar kiməsə rədd edəndə, müxalif birinə rədd edəndə necə rədd edir? Onun islahı üçün, düzəlməsi üçün rədd etmir ona Ceyhun. Belə başa salım, başa düşəcəksin inşallah. Baxın, məqsəd nədir? Sən islah olasın, qaydasan, düzələsən. Düzdür? Məsləhət budur. Məsləhət budur. İş budur. Hə? Yoxsa sənin batmısan, bataqlıqdasan. Biraz da bataqlığa salın, vəssalam, məhv elə, məhv oldun getdin, vəssalam, bunu istəyirəm. Əlhamdülillah, çıxdı dindən. Məqsəd budur, İbrahim. Yox. Əlhamdülillah. Axır ki çalışdım. Axır ki axırına çıxdım. Yəni ya sünnədən çıxdı, bidətçi oldu, ya İslamdan çıxdı, kafir oldu. Məqsəd budur. Yox qardaş. Hə Emil? Yox. Bəzi dəvətçilər var ki indi. Onlar müxalif bildiyi şəxsə rədd edəndə, danışanda haqqında. Bax bu qəlbən, bu niyyətlə, bu forma ilə rədd edir. Çünki görsənir ona görə. Biri deyə bilər ki, Rəşad qardaş, hardan bilirsən, belə şeylər danışırsan? Qardaş, sənin danışığın, sənin sözlərin, sənin hərəkətlərin, sənin duaların hamısı bunu göstərir. Buna şahiddir ki, sən o insanın batmağını istəyirsən, ölməsini istəyirsən. Yəni, sünnədən çıxıb bidətçi olmağını, dindən çıxıb kafir olmasını istəyirsən. Bu böyük xətalardandır, bu ciddi xətadır. Bu əhl-i sünnənin işi deyil, yolu deyil. Ona görə İbn Teymiyyə rahimehullah deyir, tayfaların içərisində insanlara ən rəhimli olan firqə əhl-i sünnədir. Hanı sən rəhimlisən? Qardaş, sən mənə qarşı rəhimli olmalısan. Canın yanmalıdır, yazığın gəlməlidir ki, mən düşmüşəm. Rədd edirsə, çıxart məni oradan. Nə çıxart qardaş? Mən eşitsəm ki, sən bidətdən qaydımısan sünnəyə, yolun düzəlib, düz istiqamət tapmısan özüvə. Mən sıxılacam, özümə yer tapmayacam. Buğzumdan, kinimdən, həsədimdən. Sən niyə düzəlirsən? Sən düzəlməməlisən. Belə insanlar var aramızda. Görsənir ki, yəni onlar bu istiqamət üzərindədir. Eşitsələr ki, filan kəs tövbə edib, qayıdıb, dili gəlməyəcək, məsləhət eləsin ki, filan kəsi dinləmək olar, qulaq asmaq olar. Niyə? Çünki mən səni düzəlməyi istəmirəm. Ona görə fikir verin, əlamətlərindən biri, onların bu sifətdə olmasının əlamətlərindən biri hansıdır? Deyir, düzəlsə, qayıtsa, gözləyəcəyik. 1 il, 2 il, 3 il vaxt verəcəyik. Görək, niyə? Qədər düzəlib də, misal üçün deyirəm bunu, müəyyən insanlardan, şəxslərdən danışmıram. Misal olaraq deyirəm ki, bax bu əlamətlər, göstəricilər var, Emil. Deyir ki, baxacaq ətrafına. Haçana kimi? Nə haçan? Ölənə kimi sən düzəlməyəcəksən. Ölənə kimi məsləhət eləməyəcək səni. Qayıtmağın dərd yar bir yana, nə olsun qayıtdın? Necə qayıtdın, necə elədin? Səni addım-addım izləyəcək səni. Nə qədər bilinmir. Qardaş, o deməkdir ki, bu bunun islahını istəmir. Bu bunun düzəlməyini istəmir ki, bu yoldadır. O gözləmək var, O gözləmə söhbəti var, bidətçi qaydanda. Onu da düz yerinə qoymayıblar. Onu da düz başa düşməyiblər. Mən demirəm ki, gözləmək yoxdur. Gözləmək var, sələflərdən varid olan şeylər var. Sənin tətbiqin o deyil, yanaşman o deyil. Sənin işin o deyil. Nə olsun ki, var? Çox şey var. Bidətçi deməyən özü bidətçi olur, var da. Kafirə kafir deməyən özü kafir olur, var da. Var, işimiz yoxdur ondan. Sən nə edirsən, nə oyun çıxardırsan? Bidətçinin qayıdıb tövbə etməsinə vaxt vermək, zaman vermək var. Sələflərdə var. Amma sənin dediyin kimi yox yəni. Səndə başqa şeydir. Səndə sıxılırsan sən, narahat olursan. Dilin gəlməz səni nəsihət eləyəsən ona. Allahın dininə qayğı göstərib qeyrətindən dilin gəlmir yoxsa? Ya qardaşım o deyil. O qutardı qardaş. O din söhbəti yoxdur. Din söhbəti qutarır. Söhbət budur yəni. İş budur. Ona görə fərqləndirmək lazımdır. Biz əhl-i sünnə
olaraq insanlara ən rəhimli firqəyik. Və sənin yazığın gəlməlidir, çıxartmalısan onu oddan. Məqsəd budur, Emil. Məqsəd batırmaq deyil. Məqsəd batan insanı o bataqlıqdan çıxartmaqdır. Allahu ələm.